Ortaya sual çıxır ki, biz niyə işdən bezirik? Əsas səbəblərdən biri isə rəhbərin bizi işdən bezdirməsidir. Burada fərqli rəhbər tipləri ola bilər. Məsələn, bir rəhbər tipi bu şəkildədir. Burada 9 rəhbərin işçi mərkəzli olduğunu göstərir. Yəni, onun üçün önəmli olan işçinin məmnuniyyətidir, işin, prosesin gedişatı deyil. Və ya ikinci bir variant var. Burada isə görürüz ki, iş mərkəzlidir. İşçinin nə fikirləşdiyi, onun hissləri onun üçün önəmli deyil. Burada isə həm işçi, həm də iş mərkəzli rəhbərlər var. Əgər o an işçi özünü yaxşı hiss eləmirsə, narahatırsa, bir problemi varsa, mən deyə bilmərəm ki, bir rəhbər olaraq, mənim vecimə deyil, mən sənə pul verirəm, əsas mənim işimdir. Onda o işçi biraz başqa münasibəti yaxşı gördüyü iş yerinə gedəcək və yaxud da tam tərsinə ona yaxşı münasibət var, amma işlər çox pis gedir. Çünki işçi ancaq nədir? Özün yaxşı hiss eləsə də məhsuldarlıq yoxdur. Əmək haqqında almaqda problem var, şirkət qabağa gedə bilmir. Önəmli olan isə bir problem olanda müdür ona yaxınlaşır, o problemin nə olduğunu soruşur, əlindən gələni eləyir. Məsələn, başı ağrıyırsa, o an başqa birisini göndər, get orada bir baş ağrı dərmanı gətir xanıma və yaxud da bəyə ver və çıxsın biraz da havada gəzsin və bir müddətdən sonra işinə qayıtsın. Bu kimi münasibətlər isə 9-un 9-a sistemidir və burada olan işçilər və eyni zamanda şirkətin məhsuldarlığı daha da yüksək olur.